Kəpəz Futbol Klubu cari mövsümün qalan hissəsində də Gəncə stadionunda oyun keçirə bilməyəcək. Daha əvvəl may ayında arenada oyunların keçirilə biləcəyi bildirilsə də, bu planın reallaşması mümkün olmayacaq. Əsas səbəb ot örtüyünün yenilənməsi prosesidir. Belə ki, arenada toxum səpini aprelin 15-də həyata keçirilib və ot örtüyünün tam hazır vəziyyətə gəlməsi üçün minimum 45, maksimum 60 gün tələb olunur. Bu müddət isə may ayına qədər işlərin yekunlaşması imkan vermir. Bundan əlavə arenada bəzi işlər hələ yekunlaşmayıb. Stadionun paltar dəyişmə otaqları və bir sıra texniki detallar tam hazır vəziyyətə gətirilməlidir. Mayın sonlarında FIFA nümayəndələrinin arenaya baxış keçirməsi planlaşdırılır. Bu 2027-ci ildə Özbəkistan və Azərbaycanı birgə təşkil edəcəyi U20 Dünya Çempionatının oyunlarından birinin Gəncədə keçirilməsi ehtimalı ilə bağlıdır. Xatırladaq ki, yenidən qurma işləri səbəbindən Kəpəz artıq 3-cü mövsümdür. Ev oyunlarını doğma meydanından kənarda keçirir. Komanda bu müddətdə Qəbələ, Tovuz və Yevlax şəhərlərində oynayıb. Kəpəzin Gəncə stadionuna dönüşü 2026-2027 mövsümünə planlaşdırılıb.